Başlayırıq. Komandalarımız işlərini təqdim edilsin. Deməli, ən birinci gətirdi güvərcin komandası. Güvərcin komandası gəlsin. İşini təqdim edə. Güvərcin komandasının lideri Həşimova Səbinə. Səbinə. Göyərçin. Neçə cürə növüm var. Hər parkda xiyabanda isti yuvam evim var. Həmişə insanların mənə baxanda gözü ürəklərindən keçir. Sür gəlməsi, sür sözü. İşini təqdim edərsən? Quşların adlarını xanalara yazır. Görən səsli quş, bülbül, olur. Sür quşu, göyərçin, yazın elçisi. Qaranquş, danışan quş, tutuquşu, meşə həkimi, ağac-dələn. Kim əlavə edir komandadan? Gəl Vüqar. Göyərçindən həm böyük, həm də xeyli qəşəngəm. Donum göy quşağı tək, boyanıb neçə rəngə. Qınamayın uçanı, mənə baxıb coşanı. Gözəllər gözəliyəm, mənim kimi quşanı. Uşaqlar, komandamızı alqışlayaq. Sonra alışlayaq. Kim sual verə komandaya? Ayəcan sual verə. Meşə həkimi kimə deyirlər? Hansı quşa deyilir meşə həkimi? Ağac sələnə. Sən də deyil? Sür quşunu. Əyləşək. Alışlayaq. Hansı komanda gətirdi? İkinci, çəkinci komandası gəlsin. Komandasının lideri Qəlbəli Vətən. Qaqqıldayıb oxuyur, çəkliyə bax çəkliyə, özü güldən qəşəkdir, girib dir çiçəkliyə. Qanadı alavəzək, quru yamazları, gəlişi vurur bəzək. Quşlar necə qidalanır? Quşların qidaları cürbəcür olur, bəziləri başqa heyvan əşirlə, bəziləri cücülərlə, bəziləri də bitkilərlə qidalanır. Kim əlavə edir komandadan? Quşların payızda qidası azaldığından onların bir çoxu isti ölkələrə uçur gedirlər. Yurdumuzda qışlayan quşlar bəziləri özlərinə qış tədaşürü görürlər. Digər quşlar isə meşədə, çöldə və yaşayış məntəqələrindən tapdıqları yeməklərdə qidalanırlar. Ay sağ ol. Kimi sualı quşlar? Səbinə? Ən iri quş hansıdır? Ən iri quş hansıdır? Dəvə quşu. Dəvə quşu. Daha kim Səbinə? Sərnaz? Quşlar bilməyən quş hansıdır? Dəvə quşu. Dəvə quşu sonra ki, daha səbin gəlir. Cavidan? Yazın əlbisi sazlı quşdur. Qaranquş. Əyləşin. Uşaqlar alqışlar. Başlamamız gəlsin. Turac komandasının lideri Rüstamov verəcəm. Bənzəsəm və çəkiliyə, mən turacam. Yuvamın keşiyində ayıq saçıb duraraq. Ev quşları tanıyırsınızmı? Onların faydası nədir? Ev quşları toyuq, cücə, qaz, ördək, gündüşqa. Biz onların yumurtasını, ətini yeyirik, tükündən balış düzəldirik.
Kim əlavə edir? Gəl görmüsən. Heyvanlar və quşların çoxu insanlar kimi öz balalarını sevir. Onlar öz balalarının tərbiyəsi ilə məşğul olur. Onlar öz balalarını qorumaq üçün qat-qat güclü düşmənlə ölüm dilim mübarizəsinə çıxa bilər. Yumurtada yerizə çıxmış deyə çox yaxın gəlmək məsləhət deyil. Çünki ana toyuq həmin an sizə hücum edib bir gözünüzü tindikləyə bilər. Durub hamıdan erkən, car çəkib banlaram mən. Qapın qutardı gecə, oyansın toyuq düzə. Sual verin komandamıza. Sual verin. Yürü. Yürü də ona. Başqa sual verir. Sən verir. Dəvaquşu niyə uça bilmir? Çünki ağırdır. Ağır quşdur. Nə qədər bunu durur? 2 metr. 2 metrdir. Daha kim sual verir? Fidan. Duruşu. Danışan quşdur. Ən gözəl quşansıdır. Ən səsli. Əyləşin. Komanda əyləşsin. Alışlayın komandanı. Nəhayət, Saxranın komandası gəlsin. Sarkönət komandasının lideri Əkbər olan Nəsrətirə baxırsan mənə, öz köynəyimi verərdim sən. İndi mənsiz axı neynəm, çıxmır əlimdən sarı köylə. Vəhşi quşlar haqqında nə bilirsiniz? Vəhşi quşlardan qızdılar, ördəklər payızda isti ölkələr uçur. Köçürlər. Vəhşi quşlardan qırğı, qarğa, qartal və sairə dönmək olar. Qırğı, sincab, əksər quş balaları və ev quşlarına hücum edir. Qırğılar öz yuvalarını ağızda qoyur. Komandada. Əlavə edir. Vəhşi quşların çoxu çöllərimizdə, meşələrimizdə, parklarımızda yaşayırlar. Belə quşlara vəhşi quşlar deyilir. Vəhşi quşların çoxu ot, meyvə, həşərat yeyir. Elə vəhşi quşlar var ki, başqa quşların xırda heyvanları hücum edir, onların əti ilə dolanır. Vəhşi quşların çoxu payızın axırında isti ölkəyə uçub gedirlər. Qanadlı dostlarımız bizə çox fayda eləyir. Tarlalara, bağçalara, meşələrə zərər eləyən həşəratları məhv eləyir. Kim sual verir komandada? Yazın. Yazın ətisi hansı quşdur? Qaranquş. Sonra. Yüksək səsli quş hansıdır? Bülbül. Sülh quşu hansı quşu? Sülh quşu. Sülh quşu. Göyərçin. Göyərçin. Əyləşin. Alışlayın komandada. Uşaqlar, quşlar təbiətdə tarazlıq yaradır və quşların bizə xeyri odur ki, ziyanverici həşəratları məhv edirlər, ağaclarımızı ziyanverici həşəratlardan qoruyurlar. Sonra ev quşlarının faydasını dediniz, yəni ev quşlarını biz onlarla qidalanıb, onların ətini, yumurtasını yeyirik, küldən balış düzəldirik. Yəni quşların bizə köməyi çoxdur. Keçək qiymətləndirməmizə. Birinci vaxtından lap qabaq qutaran hansı komanda oldu? Hansı komanda oldu? Göyərçin komandası. Göyərçin komandasının təqdimatı. Necə oldu uşaqlar? Xoşunuza gəldi? Göyərçin komandanın təqdimatı. Neçə qiymətlə verir? Neçə qiymət verir? Niyə xoşuna gəlmədi ki? Yox, o hələ mən təqdimatdan danışıram. Təqdim eləmək. Xoşunuza gəldi uşaqlar? Neçə qiymət verək? Qiymət verir, balla qiymətləndiririk. Neçə bal verək? 5 bal. Əməkdaşlıq. Əməkdaşlıq deyəndə, yəni amma bir yerdə işləmək də işimizi təhvil vermək. Düzdür? Amil iştirak eləyirdi uşaqlar. Niyə deyirsiniz ki? Amil iştirak eləyirdi. İlqar da amildə. İlqar da amildə iştirak eləyirdi. Necə deyirsiniz? İştirak eləyirdi. Bir amil deyir ki, iştirak eləmirdi. Amma siz nə deyirsiniz? İştirak eləyirdi. Necə qiymətləndirək? Qoy olsun 5. Mən gördüm ki, iştirak eləyirdilər hamısı. Vaxtdan da yaxşı istifadə elədilər, hamıdan qabaq gətirdilər. Hamısı bir 2 dəqiqəyə. 5. Nəticəmiz
15. Uşaqlar alqışlayaq liderinə də lideri gəlsin, açıqsa verər. Təbrik edirəm səninə. İkinci gələn hansı komandaydı? Turac komandası. Turac komandasının təqdimatı necə oldu uşaqlar? Təqdimat. Yaxşı oldu. Yaxşı oldu. 5 balla. Əməkdaşlıq. Xəyal eləmədi. Xəyal heç nə demədik, iştirak edirdi. Xəyal iştirak edirdi. Uşaqlar deyir ki, xəyal iştirak eləmirdi. Yaxşı olsun 4 bal. Vaxtdan necə istifadə elədilər? Vaxtı düzgün. Yox, vaxtdan hamı düzgün istifadə elədi. 5 balla. 14. İndi çəkiliş komandası ya. Çəkiliş komandası necə iştirak elədi? Təqdimat necə oldu? Yaxşı oldu, 5 bal. Röya iştirak eləmədi, nə bildiniz? Röya heç iştirak eləmirdi. Niyə deyildi Röya? Röya iştirak eləmirdi, Röya gələ bizim... Röyəyə vermək lazım idi ki, iştirak eləsin. Necə deyirsiniz? Röyəyə iştirak elədi, yoxsa yox? Eləmədi. Röyəyə yaxşı 4 bal. Uşaqlar deyir, əməkdaşlıq olsun. Vaxtdan da düzgün istifadə elədilər. Neçə bal? Nəticəmiz çıxdı, 14 bal. Gəldi Sarköynək komandası. Sarköynək komandası. Elmi iştirak Eləyirdi, mən görürdüm burada. Hələ bir təqdimatımıza gələk. Təqdimatımız necə oldu? Yaxşı. Yaxşı oldu, 5 bal. Əməkdaşlıq? Əməkdaşlıq yaxşı idi. Eləyirdi. Eləyirdi Elmir, 5 bal. Vaxtdan? Axıra qaldı, amma mən gördüm ki, 5 dəqiqə vuruldu. Vaxt da düzgün oldu. Axıra olsa da, yəni siz vaxtdan qabaq gətirmişsiniz. Vaxtdan sonra heç bir komanda mənə gətirmədi işini. 5 balla. 15 bal. Almışlasın, hamı. Onun yerinə də açıqda veririk. Sənən fərqiyyətlər. Uşaqlar, indi hamı qalxır ayağa. Sən baxıb üzümə, tik-tik edirdi. O yedi doydu qaçdı, birdən girdi gözümdən. Bəs ortalarca sərçə, hara etdi gözümdən. Çox axtardım gəlmədi, tutdu ağlamaq məni. Birdən çolun zadında, uçan gördüm sərsəni. O uçdu, 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 qondu yaşıl budağa. Çox çağırdım gəlmədi, uçub getdi uzağa. Bəs ortalarca sərçə, hara etdi gözümdən. Uçub getdi uzağa. Əyləşin. Hara getdi gözümdən? Sağ ol. Çox gözəl. Çox sağ olun. Təşəkkür ederim. Çox sağ ol uşaqlar. Həmişə belə. Birinci dəfə sağ ol istəməm. Yaxşı sağ ol. Can sağlığı arzulayırıq. Başlayırıq. Qalxın ayağa. Süt kimi yağ.